İlk başta 3 kurum, Baş Prokuror Kamran Əliyev, Devlet Təhlükəsizlik Xidməti Əlin Ağayev və Daxili İşlər Naziri Vilayət Eyvazov ilk başta belə don geyindirmək istəyiblər ki, güya Elgün gəlib sigaret çəkməyə. Deməli, yararsız olan yataqxananın içində bir neçə narkomanla rastlaşıb, onlar Elgündən pul istəyib, Elgün də olunan 60 manat pul istəyiblər, Elgün də pulu verməyib, onlar da Elgünü ölümcül döyüb atıblar yuxarıdan. Baxın ha, hakimiyyət bunun üzərində işləyirdi, mənə bu məlumatı atdılar, razılaşmışdılar. Gəncədə nə çoxdur narkoman. Deməli, hadisəyə belə don geyindirmək istəyirdilər ki, güya Elgün gəlib sigaret çəkməyə. Görüb ki, narkomanlar, yararsız yataqxananın içində narkomanlar var. Narkomanlarla rastlaşıbdır. Onlar Elgündən pul istəyiblər, bəlkə də o 60 manat ona görə çıxartmışdılar. Pul istəyiblər, 60 manat və ya hansısa bir miqdarda və Elgün də verməyib deyə onlar Elgünü döyüblər, yuxarıdan da atıblar aşağı. Və ilk başda bunu etmək istəyiblər. Bu razılaşmışdı. Bunu razılaşmışlar. Mən yayıma çıxmasaydım bu gün, dünənləri yayıma çıxmasaydım, bu günə kimi mənim təkcə bir platformada 3 milyon insan məni izləməsəydi bir sutka ərzində, bir platformada. Bugün, bax, bir neçə saat bundan qabaq bu elan ediləcəkdi. Artıq narkomanları da tapmışdılar. Narkomanlarla qarşılaşıb, nə bilim, artıq mən bu çıxışı elədim deyə, hər şeyin üstünü açdım deyə, bunların absurd iddiaları örtbasır oldu. İndən sonra tamam örtbasır olacaq deyə, indi bilmirlər nə qarsınlar. İlham Əliyev də deyib ki, mənim vəziyyətim pisdir, nətər deyib bu deyim. Əliyev əsəbləşib ki, mənim bu dəqiqə vəziyyətim gərgindir, dəqiq kiminsə ölümü ilə, bu dəqiqə vəziyyətim gərgindir, kiminsə ölümü ilə məşğul olası mənim vaxtım yoxdur. Məndən əl çəkin, gedin kimsə boynuna qoyun. Və salam. Əlin Ağayev həqiqəti məruz eləyib də, bir mayor, polis mayoru, generalın mavini polkovnik, generalın Gəncə baş polis ərzinin tapşırığına, 4 polis, tavar satırlar. Bilirsiniz də, siz narkotik ticarətinin başında İlham Əliyev ailəsi durur da. İlham Əliyev ailəsi durur. Bəziləri deyirlər ki, niyə açılmır, niyə bağlanır? Qadın alın, bütün məktəblərin qabağında narkotik satırlar, çox məktəblərin qabağında. Bütün küçələrdə, şəhərlərdə, hər yerdə narkotik satırlar. Get bir dənə narkotik satanın yaxasından tut ki, bir də burada narkotik satmamalısan. Gör səni gecə gəlib pasterdən polis aparır ya aparmır. Çünki narkotikin pulu İlham Əliyevə gedir.